Salam əjdahalar. İstəyirəm bu videoda bir günlük uzaqdan necə işləmək olar onu göstərim. Bütün həftəni evdən işləmişdim, rejimsiz işləmişdim və istədim ki, dəyişiklik olsun. Getdim Ağşəhərdəki kofe shopa. Buranı çox bəyənirəm. Burada həm qiymətlər münasibdir, həm də mühit çox gözəldir. Vaxt itirmədən başladım kompüterimi hazırlayıb başladım işlərə. Biraz xəstə olduğum üçün C vitaminini atdım qaynar suyun içinə, orada fışıldayır özü üçün. O fışıldayana qədər də kofemdən biraz içdim. Şirkətdə tapşırıqlar çox idi, onu çatdırmalıydım. Biraz özümə gələndən sonra başladım birinci mailləri oxumağa ki, görüm birdən maillər olar, vacib maillər olar, bunlara baxdım. Sonra isə açdım Cayranı, baxdım gördüm mənim üzərimdə tapşırıqlar nələr qalıb, nələr etməliyəm, onları oxudum. Bir balaca kitab oxumağa çalışdım, oxuya bilmədim, çünki rus dili bilmirəm. Kitablar hamısı rus dilində idi. Ondan sonra yenə başladım artıq tapşırıqları işləməyə. Yaxşı analiz edəndən sonra tapşırıqları bir-bir yoxladım, elədim, işlədim. Bundan sonra isə biraz hava qəbul edib beləcə işimə davam elədim. Uzaqdan işləmək bir nə qədər rahat olsa da, kənardan kefdəymiş kimi görsənsək də, amma ki bir o qədər yorucu və disiplin tələb edir. Bunun üçün də maksimum çalışmalıyıq ki, disiplinimizi yüksək səviyyədə saxlayaq. Kofemi içdim və təzədən işimə davam elədim. Hər kəsə əjdaha kimi xoş iş günləri arzu edirəm.